Özlərini jurnalist kimi təqdim edən İfadə Fərəcova və Pərvin Abuşovanın Bilur Estetik Mərkəzinin həkimi Gülbadə Abdullayevanı şantaj edərək dəfələrlə pul aldığı iddia olunur. Son dəfə mərkəzə gələrək yenidən təzyiq göstərdikləri deyilən hadisədən sonra Gülbadə Abdullayevanın səhhəti pisləşib və o həyatını təhlükəyə ataraq iksüz içib. Həkimin köməkçisi Fatimə baş verənləri redaksiyamıza danışdı. Fatimə necə olub hadisə başladı? Bugün işdə oturmuşduq. Bir neçə gündür ki, artıq aprel ayının əvvəllərindən 3 nəfər, indi dırnaqarası jurnalistlər Gülbadə Abdullayevanı şantaj edərək müxtəlif məbləğlərdə pul tələb eləmişlər. Son dəfə şəxsi məlumatların, şəxsi şəkillərin Gülbadə Abdullayeva atara 1000 manatda pul tələb eləmişlər. Gülbadə Abdullayeva bu pulu vermədiyi təqdirdə onu bu şəkillər, şəxsi şəkillərin yaymaqla hədələmişdilər. Artıq bu günlər işdə oturmuşduq, təxmini 2-3 saat öncə gördük bir qrup yenə də həmən ifadə, yenə Pərvin Abuşova, yenə o Sevil, Mozalan, bilmirəm. Bunlar da nağaraşı jurnalistlər, mən bilirəm. Onlar bir çox yerləri, belə həkimləri, estetik mərkəzlərin, dövlətin sahibkarlara verdiyi diqqət və qayğının üstünə xətt çəkərək öz başlanğıqlarını davam elətdirirlər. Biz bununla bağlı Nəsimi rayon Baş Polis İdarəsinə müraciət eləmişik. Onlar da işi araşdırırlar hal-hazırda. Bu günləri yenə də bizim estetik mərkəzinə gələrək orada ictimai sayışı pozmuş, bir qrup qonşuların qapılarını döymüş, səs-küy saldılar, qışqırıq, tənqid, təhqir, olan sözlər, olmayan sözlər birbaşa dövlətin əleyhinə elədilər çıxışlar və oturdular maşına, çıxdılar, getdilər. Gülbadə Abdullayeva da bu hərəkətdən sarsınaraq özünə, sağlamlığına, qəsdən sağlamlığına xəsarət yetirmişdi. Həkimlər də vəziyyətinin ağır olduğunu qiymətləndirirlər. Dəfələrlə olub deyirsiniz? Dəfələrlə olub. Aprel ayının əvvəlindən müxtəlif formada paylaşımlar edərək pul tələb eləmişdilər. Pul tələb edəndən sonra yazıları çıxartmaq birbaşa reçirstvanın sübutudur. Yazını qoyurlar, pul kartlarına köçəndən sonra. Əlbəttə bizdə bütün görüntülər var, dövlətə təqdim eləmişik. Nəsimi rayon Baş Polis İdarəsinə təqdim eləmişik. Pul təqdim olunandan sonra görüntünü, həmən materialları, yaydıqları şantaj materiallarını götürürdülər öz səhifələrindən. Bir neçə dəfə. Eyni adamlardır. 3 nəfər, ondan artıq, yəni 4-cü, 5-ci, 6-cı, 7-ci heç bir şəxs yoxdur. Bu 3 nəfər, bilmirik bunların arxasında duran kimdir. Yəni biz müstəqil Azərbaycan dövlətində yaşayırıq. Yəni hegemonluqla məşğuldurlar. Birbaşa hegemonluqla məşğuldurlar. Oldu, təşəkkür ederim. Mən sizə təşəkkür edirəm. Gülbadə Abdullayevanı təcili olaraq Simaşqaya çatdırıblar. Həkimlərin verdiyi məlumata görə vəziyyəti ağır olaraq qalıb. Sizinlə mən Nüsrət Sakitoğlu, Press xəbər.